İşte can sağ olsun bizim aksakallardan biri Vagif Merdanov. Hoş gördük siz de güzel kardeş. Maşallah bir şekil çekti. Nizam Catam siz de yakınlaşın. Üstünüzü de şekil çekti. Sonra ben fərqliyim ki Vagif benim şekil çektirmişim. Çok sağ olun. Allah buyurun. Şehzad deyir, 60 sandık telefonu düşür. Benim telefonumu atmışsam mı Nizam? Ha, sizin telefonunuzda yapın. Ha, göndermişim. Yok, hele WhatsApp'a. WhatsApp'da var, ben göndermişim. Bak, gelen onu verirsin. Akif mənim. Evvelden olmalı. Akif nalı. Şeye göre düz gelmedi. Şeydi. Akif müəllim. Zəhmət olmasın. Bu məclisdə Şirzadə, mən bir də siz ən çox tanıyırsınız. Ona görə zəhmət olmasa Şirzadənin medalını siz təqdim edin. Çok sağ olun, böyük şerefti. Eşk olsun Şirzat Bey. Hem filme göre teşekkür edirik, hem bugünleri bu güzel meclise apardığınıza göre teşekkür edirik. Her birinizi salamlayıram bir daha. Qələbələr Azərbaycana yaraşır, Azərbaycan xalqına yaraşır. Həmişə qələbələrimiz olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Niyazinin bu günləri məclisinə toplaşmışıq. Niyazinin bu günləri obrazı yarandı, portreti yarandı burada bu filmlə. Baxdıq onun haqqında həm yaxınlarının, həm döyüş yoldaşlarının dediklərindən onun o portreti yarandı gözümüzün qarşısında. Bu çox vacib məsələlərdir. Şəhiddən nə qədər vaxt keçsə də bizim üçün əzizdir və imkan verməməliyik ki, vaxt onları unuttursun. Ona görə hesab edirəm ki, uğurlu bir film oldu, yaxşı bir film oldu. Şəhidlərimizi bir daha yad elədik. Nicat müəllimə mən təşəkkür edirəm, onun rəhbərlik elədiyi təşkilata. Özü mən belə hiss elədim, deyəsən burada bu günlərin mason təşkilatı yaranırdı, onun təqdimatıydı. Xeyirli uğurlu olsun inşallah, biz də yaratmalıyıq da nəsə. Film də çox gözəl filmdir. Burada Şirzat Bey dedi ki filmi saldaq. Mən hesab edirəm ki, indi burada dostlar da biraz girəylə deyirlər ki, yox, elə 1 saat 20 dəqiqə, yarım saat baxmalıyıq. Amma söhbət həm də bir praktiki yanaşmadan gedir. O yaradılan əsərin qəbul olunmasından söhbət gedir. Mən hesab edirəm ki, o filmi 50 dəqiqəyə, 40 dəqiqəyə indirməyə ehtiyac yoxdur. O filmi 4 hissəyə bölmək lazımdır əsər üçün. Şəhidin özünün portreti, şəhid anasının nəzərində necə yaşayır, bacılarının, qardaşlarının nəzərində necə yaşayır, döyüş yoldaşlarının nəzərində necə yaşayır. Mən istəyirəm ki, 4 hissədən bölüb o filmi heç nəyi qısa eləmək lazım deyil. Mən orada da müzakirə edirdik ki, bir tarixçi kimi də deyirəm ki, bizim Türk millətimiz ən qədim millətlərdən biridir. Ən böyük millətlərdən, ən böyük dövlətlər, imperiyalar yaradan millətdir. Amma biz heç nəyi yazmamışıq. Tarixçi kimi mən sizə deyirəm ki, Atilla'nın dövrünü götürək, Hunların dövrünü götürək, Azərbaycan dövlətinin dövrünü götürək. Bir dənə Türk müəllifinin əsəri qalmayıbdır. Hamısı ya Romalıdır, ya Bizansdır, ya kimdir? Onların əsəri öz adı nədir? Gedir Atilla ilə görüşür, Romalı səfirdir. Görüşü haqqında bir 5-6 səhifəlik yazır. Bu günləri qiymətli bir mənbə kimi onun üstündə hər şey yazır. Hansı qabda yemək verdilər, bu gələndə hansı mahnı ilə bunu qarşıladılar, hansı dildə oxudular. Onlar hamısı o vaxt üçün yanında dayanan deyərdi ki, bunu nə yazmışsa bilirik də. Amma bu günləri əvəz olunmaz mənbədir. Onun yanına gedən o Türk əcdadlarımızdan biri də bir dənə vərəq yazıb qoymuyor ki, mən falan şey gördüm burada. Ona görə də bax, bu çəkilən filmlər, mən döyüşçü qardaşlara həmişə deyirəm ki, memuarlarınızı yazın, döyüş yolunuzu yazın, yazmırlar. Amma bu günləri mən burada gördüm bu filmdə, həmin döyüşçülər yazmasalar da danışdılar. Hər epizod 50 ildən sonra bizim bu müharibəmizlə bağlı zəngin bir mənbə olacaq bu filmdə, başqa filmlərdə, sənət filmlərdə xüsusən də. Ona görə də mən deyirəm ki, film tamam qalsın, sadəcə olaraq daha qəşəng qəbul olunması üçün, insanlar yorulmaması üçün dediyimiz o 4 hissədən ibarət, adının müqabiləsi 4 hissədən ibarət, yarım saatlıq, 20 dəqiqəli, 25 dəqiqəli film. Eşq olsun, mən sizi bir daha dirk edirəm, medal artıq taxırlar gəlsə.
Akif müəllim, mən çox sevirəm ki, şəxsən siz mənə medal təqdim edirsiniz, Çingiz mənim bir yerdə. Mən qoy əvvəl Akif müəllimdən deyim sizə hamınıza. Akif müəllim əvvəl Azadlıq, Azərbaycan Qarabağ Azadlıq Təşkilatının sədri idi o vaxtda. İndi artıq Vətən Partiyası olub, Azad Vətən Partiyası, onun da rəhbəri sədridir. Akif Nağını yəqin tanımayan yoxdur. Tanımayanlara da deyirəm ki, Akif Nağı Azərbaycanda nə bilmək belə yaxşı kişilərdən biridir. Bax onu nə alqışlayır Akif müəllim, çünki Akif müəllim Qarabağ Azadlıq Təşkilatının sədri olanda ermənilərə görə döyülüb də, bax bu baxırsan nə o bayaq bizim Rembo kimi deyil. Rembo amma arıq cılız bir kişidir, amma onun ürəyi Rembo'dan da güclüdür, Rembo'lardan da güclüdür. Çünki bu Akif Nağıdır. Ermənilərə görə dəfələrlə döyülüb, içəridə, türmədə yatıb. Həm bu Akif Nağı. Ona görə ki, vətənlə, ürəyi vətənlə, torpaqla döyünən bir kişidir. Həm də tarixçidir. Biz Akif müəllimlə bu səngərlərdə, 44 günlükdə səngərlərə gedəndə lap yaxından tanış olduq, doğmalaşdıq. Dedim Akif müəllim, siz mənim artıq ağsaqqalımsınız. Ondan mən çox şey öyrəndim. Allah sizə dəyməsin. Çingiz müəllim də ki, bizim Kəlbəcəri qalası, həm veteran, döyüşlərdə çox həm iştirak edən, həm də əskərlərimizə yardım edən və bu Çingiz müəllimdir. Ona görə onu çox istəyirəm ki, inanın, qəlbi vətənlə döyünür, amma bir gözəl saz çalmağı var, tar çalmağı var. Vallahi hara gedirik saz oynanır. Və indi maşındadır yəqin ki, inanıram. Çingiz müəllim, Allah sizə can sağlığı versin. Çox sağ olun. Bugün üçün hamımıza minnətdaram təqdimat üçün. Bugün Allah şəhidimizə rəhmət eləsin deyirəm mən də. Axır ki, ərsəyə gəldi bu təxminən 1-2 ilə yaxındır bu işlə məşğulsunuz, mənim məlumatım var. Bir daha gələn bu dostlarımıza, qonaqlara, hamına mən də klub üzvü adından minnətdarlığımı bildirirəm və səni də təbrik edirəm qardaşım. Hər şey üçün sən layiqsən hər şey. Çox sağ olun. Sağ olun. Gel bir şekil çekebilir. Siz mikrofon yakınlaş. Birbirine. Çok. Çok sağ olun. Çok sağ olun. Çok sağ olun. Burada Akif müəllim, Novruz müəllim. Novruz müəllim, sizə salamlayıram Novruz müəllim. Allah sizə can sağlığı versin. Novruz müəllim də 6 il Fransada jurnalist işləyib. Fransa dilində gözəl tərcüməsidir, yaxşı bilir. Savadlı jurnalistimizdir. Gəlin Novruz müəllim də alışlayaq. Bir də durun sizi görsünlər Novruz müəllim. Bonjourmadan. Allah sizi korusun. Allah var olsun. Mən istərdim ki, buraya onu hazırlayayım. Burada Nizami müəllimi, bizim qarmanist Nizami müəllim bir gözəl marş deməzmi ona? İgidlər marşı. İgidlər marşı bir yaxşı mahnı bəstəlib. İndi onu düzəlib, ona qulaq asaq, ondan sonra mən istərdim İlham da çırpınırdı Qaradəniz. Ona qulaq asın, istəyənlər yəqin çoxdur. Sən də hazırlaş, gətir ver. O mahnı haqqında danışım. Yəni bu 44 günlük müharibədən sonra hər bir Azərbaycanlının necə deyərlər, biz qürur duyduq, vətənimizin işğaldan torpaqlar azad oldu. Əsas Qarabağımız özümüzə qayıtdı və başımız ucu oldu hər yerdə. Mən də qərara gəldim, mənim kitablarım var, Milli Konservatoriyada dərs demişəm, 32 il. Qərara gəldim ki, gözəl bir musiqi bəstəliyik bu vətənpərvər mövzuda və həmin musiqini də İgidlər marşı. Bizim hörmətli Sevdə İbrahimli, Naxçıvanlı xanım sözləri onundur şahidəmizin və ifadası da Anar bəydir. Məclisimizdə əyləşib Anar bəy. Anar İlhamlı. Gözəl bir mahnı ərsəyə gəldi. Ben deyim ki, bu himn kimi oldu. Bütün bu müharibə ərzində də, bu bütün tədbirlərdə, şəhidlərimizin tədbirlərində hər yerdə səslənir bu musiqi. Buyur Anar bəy.
Allah şəhidlərimizə rəhmət eləsin. Əziz ziyalılar, əziz tədbir iştirakçıları, mən öncə burada bizim şəhidimizin bacısı var. Baş qarşınızda baş əyirəm. Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa diləyirəm. Və səslənsin gözəl marşımız. Nizami Əsgərovun Bu Günlər marşı. Düşmenden alan ikidler, bayrağı zirveden sancanı yediler. Torpağı düşmenden alan ikidler, bayrağı zirveden sancanı yediler. Gözleri yollarda kara balığın, ayaklar altında çünkü yadının. Gözleri yollarda kara balığın, ayaklar altında çünkü yarının. Sen onu azat et, o yüzü gülsün, kar olan düşmenin gözü dökülsün. Sen onu azat et, o yüzü gülsün, kar olan düşmenin gözü dökülsün. Tarifin dastanın yazanı yediler, düşmenin kabrini kazanı yediler. Tarifin dastanın yazanı yediler, düşmenin kabrini kazanı yediler. Sesiniz yayılır bütün cahana, üç renkli bayrağı sancanı yediler. Bayrağın üstüne tökülen kandır, torpağın altına ekilen candır. İgiller nur saçtı bütün dünyaya, şuarım Qarabağ Azerbaycan'dır. Şuarım Qarabağ Azerbaycan'dır. Azad oldu indi Qarabağımız, ona kurban oldu bizim canımız. Azad oldu indi Qarabağımız, ona kurban oldu bizim canımız. Kar olan düşmenin gözü tökülsün, ebedi birliktir bizim ardımız. Kar olan düşmenin gözü tökülsün, ebedi birliktir bizim andımız. Yaşasın yurdumuz ikitleriyle, dünyaya ses saldı süleriyle. Yaşasın yurdumuz ikitleriyle, dünyaya ses saldı süleriyle. Tarifin dastanın yazanı yediler, düşmenin kabrini kazanı yediler. Tarifin dastanın yazanı yediler, düşmenin kabrini kazanı yediler. Sesiniz yayılır bütün cahana, üç renkli bayrağı sancanı gitmez. Bayrağın üstüne tökülen kandır, torpağın altına ekilen candır. İgiller nur saçtı bütün dünyaya, şuarım Qarabağ Azerbaycan'dır. Şuarım Qarabağ Azerbaycan'dır. Şuarım Qarabağ Azerbaycan'dır. Şuarım Qarabağ Azerbaycan'dır. Yaşasın Azərbaycanımız. Çok sağ olun. Bizim